yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vurduqda 2800 alınan ən böyük 3 rəqəmli ədədin rəqəmləri cəmi tapın. Deməli, bizim 3 rəqəmli ədədimiz var. Həmin ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırdıqdan sonra alınan ifadəni 4-ə vurduqda 2800 alınır. Onda belə çıxır ki, həmin ədədi yüzlüklərə qədər yuvarlaqlaşdırıb 4-ə vuranda 2800 alınıbsa, deməli 2800-ü mən əgər 4-ə bölsəm, deməli o ədəd yüzlüklərə qədər yuvarlaqlaşdıranda nə olur? 700 olur. Yüzlüklərə qədər yuvarlaqlaşdırdıqda 700 olan ən böyük 3 rəqəmli ədəd neçədir bəs? Biz də yuvarlaqlaşdırmanın qaydasını deyəndə demişdik ki, yüzlüklərə qədər yuvarlaqlaşdıranda əgər ən böyük ədəd tapmaq istəyiriksə, həmin ədədin üzərinə nə əlavə eləmək lazımdır? Ədədi bir pillə atlatmayan 49 əlavə eləmək lazımdır. Yəni, bu ədədin üzərinə 49 əlavə etsək, 749 ədədi yüzlüklərə qədər yuvarlaqlaşdıranda alınan ən böyük 3 rəqəmli ədəd olmuş olacaq. Bizdən də bu ədədin rəqəmləri cəmini istədiyinə görə 7 üstə gələk, 4 üstə gələk, 9... Bu da nə eləyir? 20. Deməli, yüzlüklərə qədər yuvarlaqlaşdıranda 700 alınan ən böyük rəqəmli ədədin rəqəmləri cəmi nə oldu? 20.